Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu üçüncü videodur ki, İraqdakı ziyarətlər barədə mən sizə təqdim edirəm. Birinci videoda Nəcəfdə, Kufədə ziyarətlərdən hazırlanmış videoları təqdim etmişdim. İkinci videoda isə əsasən Kərbəla şəhərində yerləşən ziyarətgahlardan hazırlanmış videonu təqdim etmişdim. Bugün isə biz Kərbəladan çıxırıq. Qarşıda bizi Samira, Müseyid və Bağdadda yerləşən ziyarətləri ziyarət etmək gözləyir. Əsasən videoda bələdçimizin məlumatlarını təqdim etmək istəyirəm. Ölkə haqqında onu demək istəyirəm ki, İraq uzun illər müharibələr, terrorlar görmüş bir ölkədir. Demək olar ki, ölkə dağıdılıb, məhv edilib, indi yenidən qurulur. Hər tərəfdə tikinti, quruculuq, abadlıq işləri gedir. Bağdad şəhərinin özü də vaxtilə Bağdad klassik əsərlərdə adı çəkilən, əsasən Minbir gecə nağıllarında zəngin və sirli bir şəhər kimi oxucuları məftun etsə də, bugün Bağdad, eləcə də digər şəhərlər sanki soğurulub. İraq yaxın şərqdə yerləşir. Əhalisi 50 milyondan artıq və yaxud ona yaxındır. Əhalinin əksəriyyəti ərəbdir, dövlət dili ərəb dilidir, pul vahidi dinardır. Qonşu ölkələri Türkiyə, Suriya, İran, Küveyt, Səudiyyə Ərəbistan və İordaniyadır. Abbasilər xilafətinin dövründə burada Beytul Hikmə, yəni Hikmət evi adlı elmi tədqiqat mərkəzi mövcud olmuşdu. Vaxtilə dünyaca tanınan məşhur riyaziyyatçılar, həkimlər və filosoflar olmuşdu bu ölkədə. Tarix boyu bu ərazilərdə çox müharibələr olmuş və yaxın keçmişdə də olan müharibələr, terrorlar nəticəsində ölkə demək olar ki, viran bir vəziyyətə qalmışdı və buna görədir ki, bugünkü gündə istər Bağdadda, Kərbəlada, Nəcəfdə adicə küçədən gedərkən elektrik xətləri, internet xətləri elə bir vəziyyətdədir ki, insan baxır, dəhşətə gəlir ki, yəni hər an təhlükədir. Sanki hörümçək toru qədər belə bir vəziyyətdədir. Baxmayaraq ki, küçədə bu mənzərə ilə tanış olursan, ancaq otelin içərisinə girəndən sonra sanki Avropadasan. Bu cür bir təzad var. İndi yeni qurulur, hər yanda keçidlər, körpülər, binalar tikilir, abadlıq işləri aparılır. İnşallah ki, xalqın rifahı daha gözəl olar, ölkə əvvəlki şanına, şöhrətinə qayıtmış olar. Əvvəl ziyarətimiz Hürr Yezd ibn Riyahinin mübarək qəbri olacaq inşallah. Hamı qəlbində dualarınızı eləyin. Qəlbinizdən bir neçə duanı zikr eləyin. Fələq, Nas, İxlas, Ayətül Kürsü ki, niyyət eləyək, yolumuz açıq olsun, əmin amanlıqda olsun və həmçinin də Allah bu ziyarəti bizlərdən ali dərəcədə qəbul eləsin inşallah. Rahiz ey anam bacı, ağlama yana yana, ağlama yana yana. Rüyayami sakla mən gedib, rüyayami sakla mən gedib, cilvəgah-ı cananə, mən gərək vatan. Gərək deyəm xəncər olsa mən, gərək deyəm xəncər olsa mən, yana vuruyam. Şəhid olam, kəndli səbriyəm, heç nə bilsəm illallah, heç nə bilsəm illallah. Və onun şəhidliyinə şəkk eləyir ki, birinci İbn Ziyad tərəfdə olub, sonra İmam Hüseyn tərəfinə keçib, bu haqda müəmmalı qalır. Və bilirsiniz də şəhidlərin cənazələri çürüməz. Ki, necə dəfn edərsən, o cürünə də qalar. Və həmçinin də şəhidlərin meydanda döyüşən şəhidlərə cənazə qışılıb verilməz. Elə ne cürünə şəhid olubsa, o cürünə də dəfn olunlar. Yəni kəfənlənməz bu cürünə daha doğrusu. Və
Hürrü də döyüşdə şəhid olmuşdu və o günə də dəfn elədilər bu yerdə. Və 800 ildən sonra Şah İsmail Hürrün qəbrini açır. Və qəbri açandan sonra görür ki, Hürrün bədənində heç bir dənə bədən üzvü çürüməyir və nə cür nə varsa o cürlə də qalır. Və hətta İmam Hüseyin əleyhissalamın onun başına bağladığı o parça da həmin Hürrün başında qalmışdır. Və Şah İsmail Xətai deyir ki, o yanındakilərine gösteriş verir, deyir ki, Hürrün başında olan o parçanı açın, təbərrük üçün verin mənə. Mən onu özümdə saxlayacağım İmam Hüseyndən yadigar. 800 ildən sonra Hürrün başında olan o parça açılır və Hürrün başından qan axmağa başlayır 800 ildən sonra. Və nə qədər başqa parçalara bağlasalar da Hürrün başından axan qan dayanmır. Və Şah İsmail orada gösteriş verir ki, təzədən həmin parçanı ki İmam Hüseyin əleyhissalam bağlamışdı Hürrün başına, onu yerinə bağlayın. Və bağlayandan sonra qan dayanır və qəbri örtürlər. Bir tarix yazır, Şah İsmail Xətai ləqəbini o yerdə götürüb özünə. Bir tarix yazır ki, həmin o hadisədən əvvəl Xətai ləqəbinin, həmin o hadisədən əvvəl Xətai təxəllüsü ilə bir neçə dənə qəzəl olub. İxtilaflı məsələlər var bu məsələdə. Hər halda Hürrün şəhidliyi təsdiqlənir və Kərbəlanın şəhidi olduğu, Kərbəla şəhidlərinə qoşulduğu, İmam Hüseyin əleyhissalama qoşulduğu həmin vaxtda tam yəqinliklə, dəqiqliklə öz təsdiqini tapır. Geldiğimiz bu şehir Müseyib şehridir. Şehri Müseyib deyirlər bura. Ki bu ziyarətdə, bu yerdə, bu şehirdə Müslüm İbni Əqilin övladlarının qəbri var. Müslüm İbni Əqil kim idi? Kufa məscidində ziyarət eləmişdi ya. Ki 3 qəbir, Muxtar Səqəfinin qəbrinin yanında olan qəbir var idi ki, həmin o Müslümin balalarının mübarək qəbri var bu yerdə. 2 dənə qardaşdılar. Birinin adı Muhammeddir, birinin adı İbrahim'dir. Ki Müslüm şəhid olandan sonra İbn Ziyad gösteriş verdi, Müslümin balalarını əsir apardılar. Və gətirdilər, zindana attılar onları. Zindanda onlar 1 il əzab əziyyət çəkdilər. Bəzi tarix yazır ki, birinin 5 yaşı, birinin 7 yaşı olur. Bəzi tarix yazır ki, birinin 9, birinin 12 yaşı olur. Hər halda ən belə deyək də yüksək yaş 12 yaş deyərlər. 12 yaşında uşağı 1 il zindanda saxlayırlar. Allah İbn Ziyad başda olmaqla bütün əhl-i beytin qatillərinə əbədə lənət edir. Bunlar, bu balalar zindanda qaldılar. İbn Ziyadın zindanında həbs həyatı keçirdilər. Bunlar 1 il keçəndən sonra çox bir neçə nəfər şəxslər var ki, onlar Babər Həvaizdir. Məsələn, Əbəlfəz ağadır, Əli Əsqərdir. Bu 2 dənə baladır ki, bunlara Babər Həvaiz deyirlər, yəni hacətlər qapısı deyirlər. Hər kim Allahla öz arasında bunları vasitəsi seçə, inşallah yəqinliklə vasitəsi seçsə, Allah inşallah onun bütün müşkülünü həll eləyər. Növbəti gedəcəyimiz ziyarətgahlar Samirrada yerləşir. Samirra Abbaslar xilafətinin 2-ci paytaxtı olmuşdu. Samirra 2007-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Geldiğimiz bir yer, bu şehir Samirra şehridir. Samirra sözünün mənası ora gedən şagalar, ora gedən zeytlər mənasındadır ki, həmin bu şəhərdəyik ki biz, bu şəhər 3 imamın şəhəridir. Gördüğümüz mübarək kürbezin altında dəfn olunan 2 dənə imamımız var ki, 10 və 11-ci imamlarımız bu yerdə dəfn olur. 10-cu imam İmam Ali Yəlməq əleyhissalam, 11-ci imam İmam Həsən Əskər əleyhissalam. Və bu Samirra şəhəri İmam Zaman şəhəri kimi qeyd olunur. Bu mübarək kürbezin altında 4 dənə qəbir var. 2 imam qəbridir, 2 isə Əhl-i Beyt xanımlarından olan İmam Zaman ağanın anası Nərcis xatunun qəbridir. Biri də İmam Həsən Əskər əleyhissalamın bibisi Həkimə xanımın mübarək qəbirləri bu yerdədir. Bu günbəzin altında bir sərdabə var, bir quyu var. Həmin o quyu İmam Zaman ağanın qeyb quyusudur ki, İmam Zaman ağa həmin bu Samirra şəhərində, həmin o sərdabədə, həmin o quyunun içərisində qeybə çəkilir. İmam Zaman ağa
cümə günlərinin birində sübh azanından sonra inşallah söyləyəcək. Və bəzən bu günlərin cəmiyyət arasında müəyyən ölkələrdə müəyyən şəxslər çıxırlar orada ki, mən Məhdiyəm, İmam Zamanam, mən filan kəsəm ki, zühur eləmişəm, artıq mən gəlmişəm. Bunların hamısı yalan söhbətlərdir. İmam Zaman ağa gələndə zühur edəndə ağa 313 əsgərlə gələcək. Həm Məkkə və Mədinə arasında zühur edəcək. Müəyyən əlamətlər var da ağanın zühur arasında. Məkkə və Mədinə arasında zühur edəcək və qeyd olunur ki, sübh azanından sonra hamının qulağına bu səs çatacaq ki, zamanənin imamı, İmam Məhdi sahibə zaman zühur elədi. Salavat! İmam Mehdi əleyhissalam qeybə çəkildiyi yer Samira şəhərində, bu ərazidə, yəni Əl-Əsgəri məscidində yerləşir. İmam Mehdi, İmam Həsən Əsgərin oğludur. 869-cu ildə Samirada dünyaya gəldiyi hesab edilir. Bələdçinin də dediyi kimi burada İmam Hadinin, İmam Həsən Əsgərin məzarları, eləcə də 12-ci İmam Zamanın anası Nərgiz xatunun və İmam Həsən Əsgərin bibisi Həkimə xanımın məzarları yerləşir. Bura isə həmin məscidin zirzəmisi, yəni buna sərdaba deyilir, dərin bir yerdə yerləşir. Yəni İmam Mehdinin qeybə çəkildiyi yerdir ki, Şiələrin inancına görə İmam Mehdi zülm və ədalətsizliklərlə dolu olan dünyanı qaydaya salmaq üçün, ədaləti bərpa etmək üçün qayıdacaq, yəni zühur edəcək. Bura isə İmam Mehdi quyusu adlanır ki, zəvarlar buranda ziyarət edir və öz dualarını edirlər. Artıq şam namazının vaxtıdır. Şam namazını da burada qıldıqdan sonra Bağdada doğru yola düşürük. Artıq son ziyarət yerimiz olan Musa-i Kazımın hərəminə çatdıq. Gəldik, buraya yerə ki, çatdıq biz. Allah savablarımızı artıq eləsin inşallah. Amin. Aldığımız hər nəfəs, attığımız hər addım bu yolda sizə, bizə, bu cəmə savab gətirər. Allah bu savabları qorumağı hər birimizə nəsib eləsin inşallah. Amin. Bu olduğumuz yer, bu gəlib çatdığımız yer İraqın Bağdad şəhərinin Kazımeyn məntəqəsidir. Kazımeyn 7-ci İmam Musa Kazım əleyhissalamın adı ilə bağlıdır ki, bu yerə Kazımeyn məntəqəsi deyərlər. Həmin bu yerdə 2 dənə qəbir var, 2 dənə imamımız dəfn olunub. Biri 7-ci imamımızdır, İmam Musa Kazım əleyhissalamdır. Biri də 9-cu İmam Muhammed Təqi əleyhissalamdır ki, 2 dənə 7 və 9-cu imamlar bu yerdə dəfn olunublar. Mübarək Məşhəd şəhərində olan İmam Rıza əleyhissalamın atası ilə oğlunun qəbri bu yerdədir. Və İmam Musa Kazım əleyhissalamın qatili Harun Ər-Rəşid olub. Allah lənət eləsin. Harun Ər-Rəşidin oğlu da Məmun idi. Ata-bala, 2 dənə ata-bala imamın qatili olublar. Ata Harun Ər-Rəşid İmam Musa Kazım əleyhissalamın qatilidir. Oğlu da Məmun, İmam Musa Kazım əleyhissalamın oğlu İmam Rıza əleyhissalamın qatili olur. İkisi də zəhərləyib imamların, ikisini də şəhadətə yetiriblər. Birin Kazımeyndə, birində Məşhəd şəhərində. Və İmam Musa Kazım əleyhissalam Harun Ər-Rəşidin zindanında bir neçə il məhbus həyatı keçirdi. Və vaxt vədə gəldi çatdı, artıq Harun Ər-Rəşid istəyirdi imamı zəhərləsin, şəhadətə yetirsin. Amma bilmirdi bunu necə eləsin. Və nəhayət vaxt vədə gəldi çatdı, çox hiləgər bir şəxs olub Harun Ər-Rəşid. Siyasətlə, cəmiyyətdə özünü dindar kimi tanıtmışdı. Cəmaat elə bilirdi ki, mömindir. Amma batində isə imamın qatili idi. Necə ki, İbn-i Mülcəm məscidə namazı qılmağa gəlmişdi, Həzrət Əleyhisselamın qatili oldu.
Harun Rəşid də bu cür siyasətlə İmam Musa Kazım əleyhissalamın şəhadətə yetirir. Bir məclis qurdu, böyük bir məclis quruldu. Həmin o yerdə bir şair çıxdı. Harun Rəşidin məclisində gözəl bir şeir, gözəl bir qəzəl dedi. Bu şeir, bu qəzəl Harun Rəşidin çox xoşuna gəldi. Harun Rəşid dedi ki, məndən nəsə istəyin varsa əgər denə mən həyata keçirdim. Dedi, nə istəsən? Cəmaatın içərisində dedi. Dedi ki, mənim istəyimi sən həyata keçirtməzsən. Həmin şair dedi, nə? Nə istəyirsən denə. Söz verirəm bu qədər cəmaatın qarşısında. Dedi, istəyirəm ki, xanım Zəhranın balası İmam Musa Kazımı zindandan azad edəsən. Harun Rəşid dayandı beləsinə, söz verib cəmaatın qabağında, eləməsə, abrı gedəcək, eləsə də düz gəlmir. Neynəsi? Axır bir qərara gəldi, dedi ki, sənin bu istəyin qəbuldur. Harun Rəşid dedi, sənin istəyin qəbuldur, şairə dedi. Şair də dedi, yox, istəyirəm bir dənə bir qələmlə bir kağıza bir söz yazasan, təsdiq möhür vurasan ki, mən bilim, yəqin bilim və aparım o kağızı verim zindanbana, İmam Musa Kazımı azad eləsin. Dedi, yaxşı. Bir qələm gətirdilər, bir kağız gətirdilər. Harun Rəşid yazdı, möhürün vurdu. Dedi, götür bu kağızı, sabahları səhər-səhər gedərsən zindana və bunu zindanbana verərsən, İmam Musa Kazımı azad eləyənlər. Gəldi, sevinə-sevinə evinə daxil oldu. Sevincindən hanımı sual verdi, nə olub? Dedi, Peyğəmbər balası, Həzrət Əlinin balası, xanım Zəhranın balasının zindandan azadlığına vasitəsi olmuşam. Ona görə sevinirəm. Xanım da bundan bərabər şükür elədi. Səhər-səhərin sübh namazından bir qədər sonra bu kişi götürdü bu Harun Rəşidin verdiği kağızı da gəldi zindana, daxil oldu zindanbanın yanına. Dedi, buyur kimsən, nəçisən, niyə gəlibsən? Kağızı verdi, dedi, bu Harun Rəşidin verdiği kağızdır. Gəlmişəm Peyğəmbər balasının azadlıq fərmanını Harun Rəşid buraya yazıb. Zindanban bu kağızı gördü, başını aşağı saldı. Həmin o şair sual elədi, niyə başını salıbsan aşağı? Qərarı yerinə yetirdin, icra elə. Həmin vaxtı Zindanban dedi ki, bu günləri sübh azanından sonra Harun Rəşid qərar verdi, İmam Musa Kazım əleyhissalamı zəhərlədərək bu zindanda şəhadətə yetirdilər. Və sonda Harun Rəşid İmam Musa Kazım əleyhissalamın qatili oldu. Və İmam Musa Kazım əleyhissalamın nəvəsi 9-cu imam, İmam Zavad əleyhissalam həmin imamın yanında dəfn olunur. 25 yaşında, 25 il ömür sürüb. Ən az ömür sürən imamdır İmam Zavad əleyhissalam. 25 il ömür sürüb. Müslimdə İmam Zavad əleyhissalam 9 yaşında olanda atası İmam Rıza əleyhissalam Məşəd şəhərində şəhadətə yetiriləndə Teyyül Ərz vasitəsilə özünü Məşəd şəhərinə çatdırdı və imamın cənazə namazını qıldı. Və həmin bu Kazmin şəhərində dünyasını dəyişdikdən sonra Möhtəsimin dövründə onu da zəhərlədərək şəhadətə yetirdilər və bu yerdə dəfn olunur. Peyğəmbərdən bir dənə hədis deyək, ondan sonra daxil olar içəri inşallah. Həzrəti Muhammed Peyğəmbərimiz deyir ki, mənim nəslimdən olan iki şəxsə Allahı and versəz, Allah sizin dualarınızı geri qaytarmağa həya eləyər. Çalışın bu adlardan çox istifadə edib Allahdan dua istəyin. Dedilər, ya Peyğəmbər, kimdir bu iki şəxs? Dedi, mənim biri qızım, ciyərparəm, xanım Fatimə Zəhradır. Ki, onu and versiz Allaha, Allah sizin dualarınızı inşallah ki, qəbul eləyər. Dedilər, ikinci şəxs kimdir? Dedilər, mənim nəslimdən olacaq 9-cu imam, İmam Muhammed Təqi, yəni İmam Zavad əleyhissalamdır ki, əgər kim Allahı onun adı ilə and versə, Allah onun dualarını qəbul eləyər. Allahı and verək, öz izzəti cəlalının xatirinə, Allah bizim dualarımızı xanım Zəhranın və İmam Zavad əleyhissalamın hörməti xatirinə dərəcəyə qəbula yetirsin inşallah. Buranı da ziyarət etdikdən sonra Bağdaddan Kərbəlaya döndürük. Gecə yarısı Kərbəlaya çatırıq. Artıq ziyarətlərimiz başa çatdı. O yerləri ziyarət etdik ki, analarımızın, nənələrimizin ant yeri idi. Və biz bu günlərdə onların hər birin bu müqəddəs yerlərdən rəhmətlə yad etdik. Artıq Kərbəladan ayrılırıq, yenidən Bağdada doğru yola çıxırıq, yəni hava limanına gedirik. Esselamu aleykum ya ümmadul Hüseyin. Esselamu aleykum ya ashabul Hüseyin. Kərbeladan ayrılırıq. Ey sarıdan gitme dayan, Kaçtı belaya satmışam,
Geçti velayet satmışam. Buradan Hüseyin ətri gelir. Ben Kerbela'ya satmışam. Ben Kerbela'ya satmışam. Hədislərdə alimlər, ustadlar buyurarlar ki, 3 ziyarət var ki, zəvvar bu ziyarətdən ayrılanda gözü, qəlbi arxada qalar. Biri Kəbə evinin ziyarətidir. Allah hər birimizə nəsib eləsin. Kəbə evinə zəvvar olasan, Allahın beyti, Allahın hərəmi, Kəbə evini Məkkədə ziyarət eləyəsən, o ziyarət tamam olandan sonra İlahi mənə yenə də öz evimin ziyarəti nəsib elə, yenə də gəlim səni ziyarət edeyim. Biri qərib ağa, vilayətin 8-ci günəşi Əliyə ibn Musa Rıza əleyhissalamdır. Rauf imam, mehriban imamdır ki, İmam Rızanın ziyarətindən ayrılanda zəvvar deyər, ya Əliyə ibn Musa Rıza, ey Rauf imam, ey qərib ağa, mənə yenə də nəsib elə, yenə də sənin zəvvarın olum. Biri də Kərbəladır, İmam Hüseynin hərəmidir, Əbəlfəz ağanın hərəmidir, o Babəl Həvaic ağanın hərəmidir ki, bu ziyarətdən ayrılanda zəvvarın gözü geridə qalar. Deyər, İlahi, mənə yenə də nəsib elə, ya Hüseyin, ya Babəl Həvaic, bizi yenə dəvət eləyin, yenə dəftərimizə yazın, yenə də sizin ziyarətinizə zəvvar olar inşallah. Rahiz ey anam bacı, ağlama yana yana, ağlama yana yana. Rügəyəmi saxla mən gedim, rügəyəmi saxla mən gedim, cilvəgah-ı cananə mən gərək baxam. Gərəşdiyəm xəncər atsa mən, gərəşdiyəm xəncər atsa mən, yana vuruyam. Şəhid olam, kəndli səbriləm, heç nə bizdən başı sərnin zədəmi acıdən, keçən gecə Xuliyə mehman getə, keçən gecə Xuliyə mehman gedən, sən oxu Qur'an Hüseyn, mən də deyim can Hüseyn. Artıq Bağdad şəhərinə yaxınlaşırıq. Bu Dəclə çayıdır. Dəclə çayı Yaxın Şərqin ən mühüm çaylarından biridir. İraq, Türkiyə, Suriyə ərazilərdən axaraq Fərat çayı ilə birləşir. Videomuz burada başa çatır. Videonu bəyəndinizsə bəyən düyməsini basın. Yeni videoları görmək üçün kanalımıza abunə olun. Sonda onu da demək istəyirəm ki, bu gözəl ziyarətlər Uğur Travelin vasitəsilə baş tutdu. Bu baxımdan bütün qrup üzvləri adından Uğur Travelə təşəkkür edirəm və işlərində yeni uğurlar arzu edirəm.